Salamlayıram. Çox sağ olun ki, bu vaxtınızı ayırmışsınız. Hər birinizə ayrı-ayrılıqda dərin təşəkkürümü bildirirəm. Mən özümü təqdim edeyim. Ana və Qadın Hüquqları Himayə Mərkəzinin rəhbəri Həqiqət Məmmədli. Mövzumuz ana və uşaqların sağlamlığının qorunması. Ekspertimiz İlham Hüseynli, İqtisad Universitetinin professoru. Mən elə gəlir ki, biz bugün burada çox yaxşı bir vaxt keçirəcəyik. Xanımların istəyirik ki, suallarını eşidək, onları maraqlandıran bir məsələlər olanda desinlər. İmkan dərəcəsində cavab verəcəyik. Yəni, ən azı diqqətə çatdıraq ki, belə bir məsələlər var, xanımların belə bir problemləri var. Bu haqda siz öz fikrinizi bildirəsiniz. Ana və uşaq sağlamlığı cəmiyyətimizin əsas prioritet məsələlərindən biridir. Sağlam ana, sağlam uşaq deməkdir. Sağlam uşaq isə cəmiyyətin gələcəyi deməkdir. Mən düşünürəm ki, ana və uşağın sağlamlığı, daha doğrusu uşağın sağlam olmağı ana bətnindən başlayır. Ana bətnində uşağın sağlam olması üçün müəyyən sağlam mühit yaradılmalıdır. O mühit də təbii ki, birinci psixoloji mühitdir, onun yeməyidir, qidalanmasından tutmuş, onun sağlamlığından tutmuş. Dediyim kimi, əgər ana sağlam olarsa, təbii ki, cəmiyyətdə sağlam övlad verəcək. Mən birinci növbədə ananın hamiləlik dövründə nəzərə çatdırmaq istəyirəm ki, onun sağlam mühitin yaradılması, anaya qarşı xüsusi diqqətin, dəstəyin olması, onun psixoloji olaraq ona dəstək olunması evdə, ona sevgi göstərilməsi əsas məsələlərdən biridir. Uşaq doğulduqdan sonra isə ana südü ilə qidalanması, eyni zamanda onun deməli peyvəndləri, onun sağlam olması üçün peyvəndlərinin vaxtında vurulması, həkim müayinəsindən vaxtında keçirilməsi deməli ən əsas məsələlərdən biridir. İndi isə bu barədə danışmalı ki, sözü İlham Hüseynliyə verirəm. Çox yaxşı olar ki, onun da bu barədə fikirlərini düşünək. Sonra sizin hər bir halda suallarınız maraqlı olacaq. Ola bilər ki, müəyyən problemlər var ki, siz o problemlərin içindəsiniz və o problemləri daha yaxşı qabardıq və daha o problemlərin həllinə kömək edəcəksiniz suallarınızla. Sabah xeyir. Mən də salamlayıram iştirakçılarımızı, xanımlarımızı, təbii xanımlar cəmiyyətin əsas aparıcı, həssas, daha çox diqqətə layiq bir hissəsidir, kəsimidir. Təsadüfi deyil ki, bugün bütün dünyada qadınların sağlamlığı, ana və uşaq sağlamlığı, reproduktiv sağlamlıqla bağlı demək məsələlər hər bir dövlətin, o cümlədən beynəlxalq təşkilatların diqqətindədir. Və yeri gəlmişkən, məhz ana və uşaq sağlamlığı ilə bağlı üzr istəyirəm, kifayət qədər həm beynəlxalq konvensiyalar, həm qanunvericilik səviyyəsində qəbul olunmuş qanunlar, həm prezident fərmanları, həm Nazirlər Kabinetinin həmən fərmanların icrası ilə bağlı qəbul etdiyi deməli, qərarlar, o cümlədən çox böyük ictimai sektor var ki, dünyada. Onlar da ana və uşaq sağlamlığını hər zaman prioritet demək hesab edirlər. Mən təbii ki, istəyirəm bir qədər qanunvericilik səviyyəsində bizə ana və uşaq sağlamlığının qorunması ilə bağlı hansı qanunvericilik aktları var, sənədləri var, fərmanlar var, onunla bağlı sizinlə fikrimi bölüşüm. Və Həqiqət xanım dedi, mən istəyirəm, biraz bizim auditoriyada çox sərbəst olun, xahiş edirəm. Yəni, sizi maraqlandıran hər bir sual verin. Və onu da bizim təşkilatın rəhbəri dedi, səmimi ortamda həm də müzakirə yaxşı keçir, həm də insanlar fikrini yaxşı ifadə edir. Yəni, biz bir ictimai təşkilatıq. Yəni, sizi, qadınlarımızı, xüsusilə də ana və uşaq sağlamlığı ilə diqqətə alan, onların narahat edən istənilən problemi deyil.
və təbii ki, biz onları cavablandırmaq səlahiyyətinə malik olmadığımız məqamlar da olacaq. Bu qeydiyyata alacaq onların növbəti ən azı biz bu layihənin sonunda ümumiləşdirib dövlət hesabat verəcək, hesabatlarda əksini tapacaq. Yəni biz o fikirdə deyirik ki, biz gəldik, danışdıq, hər şey düzəldi, yox. Amma cəhd edəcək, çalışacaq. Ümumiyyətlə, bütün dünyada belədir bu işdə, proseslər. Hansı, demək, mən ümumi burada qeyd edeyim, daha çox diqqəti cəlb edən hansı qərarlar var, qanunlar var, bununla bağlı. Demək, əhalinin sağlamlığını qoruması ilə bağlı, demək, Azərbaycan Respublikasının qanunu var. Yəni, kifayət qədər təbii ki, ana və uşaq sağlamlığının qorunması bu qanunun içərisində əsas, həssas məqamdır. Yəni, əhali sağlamlığı hardan başlayır? Təbii ki, ailədən başlayır. Təbii ki, ana sağlamlığından və övlad uşaq sağlamlığından başlayır. Bu qanunun, çox təəssüf ki, vaxtımız yoxdur, amma mən onları detalında belə oxumayacağam. Ən azı sadalayacağım ki, siz cəmiyyətiniz sabah nəyə istinad edir, hansı qanunlara istinad edir? Yəni, əhalinin sağlamlığı haqqında qanun, onu da qeyd edeyim ki, bu qanun deməli, yeni, deməli, 2026-cı ildə imzalanıb ölkə prezidenti tərəfindən. Yox, tabi bu istinad olunan əsas qanun layihəsidir. Bu, deməli, 97-ci ildə bu qanun qəbul olunub və təbii ki, ondan çıxaraq digər qanunlar, hansı ki, qərarlar bu qanuna istinad edərək demək qəbul olunub. Bir istədim, mən sizə bir qanunu xatırladım. Bundan sonra, demək, uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu var. Bu qanunda da təbii ki, doğulan uşaqlar, ta körpəlik vaxtından tutmuş, qanunvericiliyə görə 18, bəzi ölkələrdə bu 16 müxtəlif yaş həddidir. Ona qədər uşaqların hansı hüquqları var? Onların sağlamlığının qorunması ilə bağlı, dövlətin üzərinə götürdüyü öhdəliklərlə bağlı bu qanunda da geniş əksini tapır. Bilirsiniz, bizim dəyərli xanımlarımız, biz öncədən, niyə görə mən daha çox qanunvericiliyyədən başlayıram? Çünki biri var, adətən nəyəsə müraciət edəndə, dövlətin ayrı orqanlarına, bir var ki, mən beləyəm, burada vəziyyət belədir, ümumi sözlərdən danışmaq, bir də var ki, hansısa qanuna istinad edmək. Yəni, bizim cəmiyyətdə ən çox defisit üslardadır. Biz qanunlarımızı bilmirik, biz haqlarımızı bilmirik, biz hüquqlarımızı bilmirik. Amma baxın, çıxın gedin, misal üçün, başqa ölkələrə, siz görün orada hər bir xanımlar, bəylər, uşaqlar, kişilər, onlar demək, hüquqlarını bilir. Biz hüquqlarını bilməsək və ona lazım olsa, onu o səviyyədə dövlət orqanları tərəfinə qarşısında qaldırılırsa, ona bizə münasibətdə də fərqli yanaşmalar. Amma bizim xanımlar, misal üçün, bu gün xanımlardan söhbət gedirdi, ana və uşaq sağlamlığından bağlı. Amma başqa auditoriyada istəyirsən, dəxil yoxdur, kişilər, tələbələr, nə bilim, işçilər, fəhlələr və s. Onlar hüquqlarını bilməlidir, amma nəyəsə istinad eləməlidirlər. Bu baxımdan mən onu vurğuladım ki, bizim istinad edəcəyimiz ikinci, deməli, əsas qanun Azərbaycan Respublikasının qanunu uşaq hüquqları haqqındadır. Və kifayət qədər burada ciddi maddələr var ki, yer gəlmişkən, burada elə o maddə var, bir maddəsi, uşaq 18 yaşına, yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxs sayılır. Yəni, biz indi artıq şəxsən bilirik ki, söhbət uşaq deyiləndə demək 18 yaşına qədər sayılır. Rəsmi bizim qanunda da demək çox maddələr var. Mən bəziləri elə mənim üçün maraqlıdır. Məsələn, burada bir maddəsi var. Çətin həyat şəraitində olan uşaqlar. Burada belə təsnifatlaşdırılıb. Həyat fəaliyyəti sosial xidmət haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş halların mövcudluğu nəticəsində pozulan və bu halları tək başına və ya ailəsinin köməyi ilə aradan qaldıra bilməyən uşaqlardır. Görürsünüz, nə qədər qanunlarımızda bizim adi gördüyümüz küçələrdə uşaqlar, onların amma qanunlarımız da təsbit olunur. Bu beynəlxalq qanunlarda da, Azərbaycan qanunlarında. Bilək ki, burada qanun onun haqqı, hüququnu qoruyur.
Sonra erkən evlilik. Bugün çox müzakirə olunan məsələdir və məhz ana və uşaq sağlamlığının əsas prioritet məqamlarından budur. Çünki cəmiyyət bundan çox ciddi şəkildə demək əziyyət çəkir. Erkən evlilik uşaqla nikah bağlamaqdan, ailə qurmaq məqsədi ilə yaradılan ittifaq. Uşağın qanuni nümayəndələri, uşağın sosial reabilitasiyası, uşağın üstün mənafeləri, uşaq nədir, uşaqların barəsində icraat və s. Siz təsəvvür edin ki, mən bu qanunun girişindəki maddələri sadalayıram. Amma demək qanunun içərisində hamımız girib oxusa, çətin də şey deyil, bunu bir dəqiqə tapmaq asan şeylərdir. Və onda biz öz haqlarımızı, hüquqlarımızı bilərik ki, uşaqlarımızın hansı haqları var, hüquqları var, sağlam uşaqların, məktəbə gedən, getməyən və yaxud xəstə olan uşaqlarımızın dövlət tərəfindən hansı hüquqları qorunur. Bax, bunu mən istədim ki, siz elə bu qanunu sizin diqqətinizə çatdırım. Sonra ana və uşaqların sağlamlığının deməli, yaxşılaşdırmasına dair, üzr istəyirəm, dair 2014-2022-ci illər üçün dövlət proqramının təsdiq edilməsi. Yəni, faktiki bu həmən prezident tərəfindən təsdiq olunur, amma proqramın adı nədir? Ana və uşaq sağlamlığının yaxşılaşdırmasına dair 2014-2022-ci illər üçün dövlət proqramı. Təbii ki, onun ardı yeni şəkildə deməli, onlarda davam etdirilir. Bax, demək ki, əziz xanımlar, mən çox təəssüf ki, bizim o geniş vaxt yoxdur. Bütün görürsün, nə qədər qanunlar var. Hələ mən qanunların bir hissəsini oxuyuram. Bax, bu qanunları da bizim istinad edəcəyimiz, çox təəssüf ki, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti, dəxli yoxdur, kənd yerlərində, rayon mərkəzlərində, şəhərlərdə olan bizim xanımlar, onlar mütləq əksəriyyəti, elə bəylər də, nə bilim, hamısı da, mütləq əksəriyyətdə qəbul olmuş qanunlardan, qərarlardan xəbərsiz. Onlar çox vaxt bu hüquqlarının nəyə istinad edəcəklərini bilmirlər. Amma burada, bu boyda Azərbaycan Respublikasının prezidentinin təsdiq etdiyi ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına dair bir dövlət proqramıdır. Biz niyə onu bilməməliyik? Misal üçün, mən demək, Həqiqət xanımdan xahiş edəcəm ki, növbəti layihələrimizdən biri olsun ki, bəs bu dövlət proqramının icrası ilə bağlı. Yəni, orada indi biz saya bilmirik, amma dövlət proqramının icrası ilə bağlı hansı dövlət orqanlarının üzərində hansı məsuliyyət düşür? Və doğrudan onlar, bizim analarımız, təbii ki, onların həyata gətirdiyi uşaqlar, onların hansı, deməli, sosial təminatı olmalıdır? Onların hansı hüquqları var? Biz onları bilməliyik. Onlar da təbii ki, lazım olanda istinad eləməliyik. Biz istinad edəndə qanunlara, bilin, istənilən ictimai təşkilat olsun, bələdiyyəsi olsun, dövlət təşkilatı olsun, oradakı adamlar, o məmurlar dərhal ona reaksiya verir. Çünki qarşısında qanunu bilib ona istinad edən insanları görür. Deməli, növbəti bir, deməli, uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planı bu, dövlət səviyyəsində qəbul olunmuş fəaliyyət planıdır. Və bunun qəbulu ilə bağlı 2020-ci il 27 noyabrda Azərbaycan Respublikası Prezidentinin fərmanı oldu. Yəni, bunu mən nəyə görə demək istəyirəm? Görün, ayrıca mən sadaladığım uşaqların hüquqları ilə bağlı, ana uşaqların sağlamlığı ilə bağlı, çoxlu dövlət proqramları ilə yanaşı uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci il üçün fəaliyyət planı, yəni söhbət dövlət fəaliyyətindən gedir. Və sözsüz ki, burada da kifayət qədər maddələr var ki, onlar uşaqların, Azərbaycan uşaqlarının, bizim xanımların dünyaya gətirdiyi uşaqların, təbii ki, mən məlumatlıyam, hamısı bu cəmiyyətdə yaşayırıq, hansı çətinliklə böyütdüyü uşaqların hüquqları qorunur və bunu dövlət təbii ki, mən görüş sadaladığım nədir? Deməli, 2020-ci il 27 noyabrda Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi fəaliyyət planıdır. Və biz onları bilməliyik, oxumalıyıq və ona istinad etməliyik. İndiki halda reproduktiv sağlamlıqla bağlı məsələlər çox ciddi şəkildə müzakirə olunur. Xüsusilə bizim xanımların reproduktiv sağlamlığı gələcək ailənin, dövlətin, gələcək əskərlərinin sağlam böyüməsinə xidmət edir. Və bunun üçün kifayət qədər
ciddi mərkəzlər yaradılır, perinatal sağlamlıq mərkəzləri yaradılır, ayrı-ayrı rayonlarda müəyyən stasionar deməli, xidmət deməli, sahələri açılır. Niyə? Çünki onlar qadınlarımıza, xanımlarımıza, xüsusilə də məhz onların həssas dönəmində onlara xidmət etməlidir. Və xanımlarımız da bilməlidir ki, dövlət onlar üçün nələr, hansı hüquqları verib, onlar hansı demək ki, xidmətlərə əl çatan olmalıdır. Yox, biz onu bilməsək ki, necə ola bilər, amma çalışıb bunları oxumalıyıq. Yeri gəlmişkən, reproduktiv sağlamlıqla düşmüşkən, mən deməli, burada bir neçə vacib şeyləri oxuyacağım. Demək, hamımız da diqqətlə qulaq asaq, reproduktiv sağlamlıq nədir və özünün nəyi özündə ehtiva edir? Bax, bununla bağlı deməli, nədir? Reproduktiv sağlamlıq insanın fiziki, mənəvi və sosial rifahının ayrılmaz hissəsidir. Yəni, bəzən biz deyirik ki, xəstələnəndə misal üçün yadadır. Yox, ümumiyyətlə, sağlam cəmiyyətlərdə söhbət bu qanunlar bir sözlə xidmət edir. Daha sağlam olmaq. Daha sağlam. Misal üçün, mən indi yeri gəlmişkən bunu da deyim, mən çox ölkələrdə oluram, konferanslarda oluram və bəzən də orada xanımları görəndə, həqiqətən də mən heyrətamiz dərəcədə mən istəyirəm bizim xanımlarımız da o dərəcə sağlamlıq olsunlar. 2013-cü ildə Avstraliyada, Sidneydə beynəlxalq konferansda oldum. Mən Sidney küçələri gəzdikcə mən Avstraliya xanımları görürəm. Bizim gənc, böyük, hamısı hündür, uzun, sağlam, idmançı formasında. Sifətlər də belə deyirsən ki, onlara xüsusi vurmağa ehtiyac yoxdur. Belə bizim o yaylağı gələn adamların üzü qızarır, belə. Təqribən o səviyyədə, hamısı sağlam, gübrah. Niyə? Çünki onlar bu qəbul olunmuş burada sosial təminatlara əl çatan olur. Bugünkü dövrdə və gələcəkdə də bizim xanımların üzərində çox böyük işlər düşür. Təbii ki, sağlam ailənin əsasını qoymaq, sağlam övlad böyütmək, təkcə sağlamlıq, fiziki baxımdan yox, mənəvi və düşüncə baxımından sağlam övlad böyütmək. Bütün bunlar da hamısı qanunvericilik səviyyəsində onlar deməli təsbit olunur. Yetərli ki, biraz oxuyaq. İlham bəy dedi ki, İlham müəllim dedi ki, cəmiyyət nə qədər savadlı olsa, o qədər. Yəni, sağlam və savadlı ana təbii ki, istəyəcək ki, onun uşağı savadlı olsun, uşağının gələcəkdə bir yerə çıxarsın. Amma savadsız, hüququnu bilməyən qadının böyütdüyü uşaqla o savadlı, məlumatlı qadının böyütdüyü uşaq arasında təbii ki, fərq çox olacaq. Yəni, sizin fikirləriniz mənim üçün çox əhəmiyyətlidir. Yəni, mən çox istəyərdim ki, tək siz yox, başqa xanımlar da qoşulsun, öz fikirlərini desin. Bilirsiniz, mən bilirəm, cəmiyyətdə müəyyən qədər, müəyyən problemlər var. İndi o get-gedə zaman-zaman öz həllini tapmalıdır və bizim müəyyən dövlət dəstəyindən əgər söhbət gedirsə, dövlət dəstəyi ilə məşğul olacaq başqa bir qurumlar var. Biz bugün ana və uşaq sağlamlığının qurulması sayəsində sizə məlumat verə bilərik və müəyyən profilaktik tədbirlərin təşviqinə sizi dəvət edə bilərik. Amma müəyyən məsələlər var ki, indi mən bilirəm, amma yəni bizim səlahiyyətimiz çərçivəsində deyil, ondan ötürü dövlət siyasəti çərçivəsində müəyyən qərarlar verilir və bundan ötürü müəyyən aidiyyatı qurumlar elan edir. Yəni, mən çox istərdim ki, yəni sizin, mənim belə fikirləşdiyimdə, sizin də fikirləşdiyiniz hamısı üst-üstə düşür, yəni özlüyümüzə düşür. Amma biz onu həll etmək, yəni səlahiyyətində deyilik. Bu günləri bizim, yenə deyirəm ki, maraqlandıran bizim layihəmiz ana və uşaq sağlamlığının qorunmasıdır. Ana və uşaq sağlamlığının qorunması sayəsində onun gigiyenasından tutmuş, onun peyvəndindən tutmuş, onun nətər deyirlər, sağlamlığının qorunması üçün lazım olan o müəyyən məsələlər heç də o dövlət dəstəyindən az əhəmiyyətli deyil. Mən bircə onu deyə bilərəm sizə. Mən çox yaxşı olardı ki, xanımlar da qoşulsun, öz münasibətlərini bildirsin. Əlbəttə, əlbəttə. Və siz dediniz ki, yəni məlumatlandırıcı verilişlər yoxdur. Bəli, senzura yoxdur.
Əgər sağlamlıqdan söhbət gedirsə, psixologiya köməklik eləyə bilər ana, sana, gələcək. Əgər sağlamlıqdan deyilsə, mütləq psixoloji dəstək birinci ailədən başlamalıdır. Ailədə sevgi olmalıdır. Ətrafında qaynana təbii ki, gəlinə qarşı yaxşı o psixoloji dəstək göstərməsə, ona qarşı mənfi, onda istərsəməz uşaq onu görəcək, o uşaq özünü xoşbəxt hiss eləməyəcək. 80% xanımlarda psixoloji pozuntular var. Ailədə travmalar yaşanır. Yəni indi ətrafıma baxıram, görürəm də mən. Mütləq heç olma ayda bircə dəfə ana uşaq psixoloji dəstək alsın. Televiziyalarda, yəni dövlət dəstək olmalıdır. Mövzumuzla müəyyən mənada bağlıdır. Təbii ki. Ailə, ana və uşaq sağlamlığının bir tərəfdə psixoloji məqamlarla bağlıdır. Bir tərəfdə ailə zərbi oradan gəlir. Ana və uşaqların sağlamlığı eyni zamanda bir səhiyyənin də bir məsələsidir. Və iştirakçılardan səhiyyənin iştirakçısı var. Yəni sizin fikriniz varsa, xanım, siz də eşitmək istərdim. Yox, hamı fikriniz. Buyurun. Mən də salamlayıram sizi, xoş gəlmisiniz. Mən də Gigiyena və Teknologiya Mərkəzinin işçisiyəm. Yəni əməkdaşımız da bizim çıxış elədik. Yəni məni bir məsələ nəhət edir. Yəni bizdə ailə sağlamlıq, yəni qadın haqqında deyildi də. Bizdə qadın məsləhətxanaları var. Bəli, xəstəxanamızda var. Amma o fəaliyyət göstərmir. Yəni bununla bağlı biz şəxsən mənim öz fikrimdir. Mən inanmıyorum bu fikir. Çünki burada xanımlar üzdə olan xanımlardır. Yəni onlar maarifləndirilə bilir. Yəni şəxsən mən özümdə. Amma elə ucqaz kəndlərdən gələn xanımlar var, hamilə qadınlar var, üzr istəyirəm ifadəmə görə. Yəni onlar maariflənə bilmirlər. Yəni onlarla bağlı. Yəni mən bu məsləhətxanaların onları mən vacibdir də istəyərdim ki, olsun bizim də rayonda o məsləhətxana fəaliyyət göstərsin. Çox təşəkkür edirəm. Doğulur, dünyaya gəlir, amma böyüdükcə cəmiyyət içinə çıxdıqca uşaq psixolojisi pozulur və indi xanımın sözünə qüvvət gətirirəm ki, yəni o demək istəyir ki, bəlkə də sözünün çox qüvvəti ola bilər ki, yəni bizdə elə bir mərkəz açılsın ki, indi gedirik psixologiya həkimə aparırıq, həkim deyir ki, 150 manat pul verginər, seansını alıcı eləyər. Bir seansına 150 manat pul istəyir, valideynin gücü çatımı onu apara bilmir. Yəni bizdə elə bir yer açılsa ki, yəni dövlət səviyyəsində ki, biz bu uşağı aparaq psixoloji bir cəmiyyət içinə çıxardaq, normal uşaq çıxardaq. Yəni bizə elə bir dəstək də lazımdır ki, rayonumuzda elə bir imkan yoxdur da. Sığorta dəstəkləmir? Sığorta rayon içinə dəstək eləmir. Yəni səhər şəhərə dəstək verir sığorta. O getməyə də imkan yoxdur, elə bir şey. Rayon xəstəxanalarında sığorta... Amma pul ilə tələb olunur da, pulla tələb olunur. Yoxdur elə bir şey. Yoxdur elə bir şey rayonda. Yəni sağlam uşaq çıxartmaq üçün psixoloji uşağı dəstək lazımdır. Yəni onlar güc çatmır ki, hansısa bir valideyn uşağını aparsın, elə bir müalicə etdirsin. Hansı dəfə uşağınıza hansısa bir kitabxanaya aparıb kitab oxumağa məsləhət görən olur? Nə olmur, o qədər. Mən kitabxanacıyam, mən sizi kitabxanada görməmişəm. Mən sizi kitabxanacıyam, mən sizi kitabxanada görməmişəm. Axırıncə hansı kitab oxudunuz? Müəllimin sözündə həqiqət var, deyir, oxumaq lazımdır. Kitab oxuyan şagird heç vaxt telefona marağı olmur. Mən buna bir ana, bir tələbə anası olaraq, bir kitabxanacı peşəmə uyğun deyirəm bu sözü. Və sözümün də dalında dururam. Hansı müəllim deyib ki, gedin məktəbdən, gedin kitabxanadan, mərkəzi kitabxanadan, ya onun filiallarından, gəlin hansısa kitab oxuyun. Hansı müəllim məsələn? Demişsiniz, xahiş edirəm, fikrimizə, bir-birimizə hörmət edirəm. Elə burada hörmətimiz, oradan bilinəcək bir ailə qadın uşaq mərkəzinə hörmətimiz, özümüzə hörmətimiz oradan. Siz sonra yay tətili gəlir. O yay tətili vaxtında siz qutaranda şagirdinizdən soruşarsınız ki, hansı kitabı oxumursa, onun məzmunu mənə danışın. Mən müəllimə deyirəm, təşkilatçıyam. Mən həm pedaqogam, müəlliməyəm, həm də illərdir kitabxanaçı işləyirəm. 15 ilə yaxındır. Bu müddətdə kitab oxuyub, bizim kitabxanamızın qapısını tanıyan, nə yüksək balla qəbul o balı qoyuram o tərəfə, mədəniyyəti, danışıq qabiliyyəti olan tələbələr, vətənə, millətə dəyərli insanlar tanıyıram.
Düzdür. Fikrim bura qədər. Mən çox sağ olun. Mən sizin fikirlərinizi xüsusən qiymətləndirirəm. Doğrudan da bundan əvvəl yadımdadır ki, bizim o uşaqlıq dövründə qızlar gedərdi, hansı işdə işləməyə nasıl olmayaraq, adə fəhlə işləyirdi. Amma həmişə əlində bir kitab olardı. Amma indi biz kitab oxumuruq. Demək olar ki, kitab oxumuruq. O vaxtı səhv eləmirəmsə, mərhum Heydər Əliyev gedib hansısa pambıqçılıq zavoduna bir dəfə oxudum belə bir şey. Orada qızlardan soruşub ki, nə probleminiz var? Fikirləşib ki, qızlar ona deyəcək, nə bilim, mən nəsə istəyirəm, bir maşın istəyəcək, bir nə istəyəcək. Bir kitab var, biz o kitabı neçə yerə bölmüşük, öz aramızda oxuyuruq. Mümkünsə o kitabdan çap eləsinlər. O vaxt Əlibala Hadisələrin səhv eləmirəmsə, Fikin gəlin əsəri idi. Amma indi o bədii, nəinki bədii, nəinki, ümumiyyətlə kitab oxuyan yoxdur. Çünki ətrafımda da mənim nə qədər xanımlar var, heç birisinin oxumadığı, baxmadığı, fikir vermədiyi sahə varsa, o da kitabdır demək olar. Mən sizlə haradasa xanım razıyam. Bilirsən, bu çox adamlar nə qədər baxır, gəlib oturub gedirlər. Elə bir gözünə baxan insanlar var, amma yox. Mən oturmuşam oradasa, mən səni gözləyirəm. Mən saat 10 tamamda işdə oluram. Yəni kifayət qədər kitabxananızda kitablar varmı? Bəli, bəli. Siz bu mərkəzi kitabxana. Mərkəzi kitabxana, bir də Heydər Əliyev mərkəzinin kitabxanasında mən oluram. Kəndlərdə filiallar. Yox, sizin mərkəzi oxuyun be, oxuyun, görün bir kitabın arasını açın, görün sizə nə verir. O arasını açın, maraqlanmır. Hələ bu, mənim o qanunları qoyaq o tərəfə, bir dünya görüşümüz olsun. Allah uşaq yatmırsa, onun səbəbi beyin yorulmamağın nəticəsidir. Mən yenə həkim deyiləm. Amma 2 vərəq kitab oxusun, uşaq elə yatır, quzu kimi. Elə özümüz oxuyaq da, özümüz oxuyaq görək. Çox sağ olun, təşəkkür edirəm. Mən səhiyyə işçisinə sualım var. Xanım, sizə sualım var. Siz harada işləyirsiniz? Gidiyə və etnologiya mərkəzində. Ora xanımlar müraciət edirlərmi? Bəli, bizdə iki laboratoriya var. Aha. Bir də iki Laboratoriyada nə yoxlanılır? Mənim üçün maraqlı. qanla, bir də nəcis. Qanın nədir? Malariya üçün qanla. Qan nəyə görə? Malariya üçün yoxlanılır. Yəni başqa bir xəstəlikdən ötürü yoxlanılır. Bir malariyadır, bir də nəcis. Mən bir şeylə diqqətə çatdırmaq istəyirəm. Bu erkən nikahlarla bağlı. Biz bir yerdə, indi bir də Allah bilir, olacaq, olmayacaq, yəni bilmirik. İnşallah Allah qismət eləyər, gələn dəfə də bir yerdə olarıq, nə yaxşı olar. Amma hər ehtimala qarşı mən bir şey demək istəyirəm, bu erkən nikahlarla bağlı. Rayon yerlərində bu, məsələn, şəhər yerində belə hallar o qədər olmur, ona dərhal reaksiya verilir. Amma rayon yerində mən eşidirəm ki, kiminsə 15-16 yaşında bir qızı var idi, ailə qurub. Yəni belə şeylər olur indi. Necə gizlənirlər, reynirlər, nətər edirlər. İndi o məsələyə mən onu müzakirə etmək istəmirəm. Amma mən xüsusən SPID-lə bağlı istəyirəm, məlumat verəm. Görürsünüz, bizim oğlanlarımız gedirlər, nə bilim, bir 30 yaşında gəlirlər Rusiyadan filan, haradasa müəyyən xəstəlik tuturlar və o xəstəliyin daşıyıcı olur, amma dərhal keçməyə bilər. Yəni, uşaqlarınızı, qızlarınızı, yəni ətrafınızda olanlara bir maarifləndirici bir maarifləndirin ki, yəni belə olan halda ən azı qan analizi versinlər. Ola bilər ki, hətta mən eşitdiyimə görə bir 2 il, 3 il o özünü, yəni o virus özünü gizlədə bilir. Yəni mütləq o məsələyə diqqət eləsinlər. Qızlarımız yazıqdır. Yəni ona görə, xüsusən qan analizləri xüsusən çox vacibdir. Onlar olur da, bütün müalicə olunur da, onların hamısı da müalicə olunur. Düzdür, aşkarlanmır. Bunlar gizli olaraq müalicələr olur. Yəni gəlirlər. Yəni o gəlməkləri özü bir plusdur. Yəni müsbət bir haldır ki, doğrudan da gəlirlər, müraciət edirlər. Açıqlanmasınlar, amma ailələr tələb eləsinlər. Söhbət deyil, ondan gedir ki, cəmiyyət üçün açıqlansın. Əsas odur ki, ailələr tələb eləsinlər. Qız tərəfindən ailəsi tələb eləsin ki, get qan analizi ver, görək, yəni nədir, hansı xəstəlik daşıyıcısıdır. Bəzi analardı dövləti lazımdır. Analiz son həftə düşünülür. Sonra kimin nə sualı var? Bəlkə ola bilər ki... Bir də yenə də öz peşənizdən deyək sözüm. Yaxşı kitabların gəlməsini istəyərdik ki, kitabxanada olsun. Ona görə soruşdum ki, kitablarınız necədir? Yox, kitablarımız var, olmağına var. Amma yeni kitablar, yeni qayda qanuna uyğun kitablar istəyərdik ki, o uşaqlara maraq göstərsin.
O gəncləri o internetdən çəkib gətirər kitabxanaya. Elə kitabxana özü, bir xanım gəlib otursun orada, bir psixolog gəlib otursun. O ayda bir dəfə tədbirlərimiz olur, tez-tez tədbirlərimiz olur. Yəni, şagird tanıyıram ki, inanın ki, dövlət rəmzi olan günlər var da, dövlətin əlamətlər olan günlərin tanımlar. Amma biz onu daimə o tədbirləri keçiririk. Təbliğ edirik ki, 31 mart nə günüdür, 18 oktyabr nə günüdür, 28 may nə üçündür, nə günüdür, hamısını biz qeyd edirik. Hamı, bütün şagirdləri, burada müəllimlərin daha çox olmasını istəyərik ki, həmin günlərdə mərkəzi kitabxananın filiallarında, özündə olmaları daha çox istəyərik. Allah haqqı istəyərik. Biz canla, başla millətimizə, dövlətimizə xidmət eləməyə hazırıq. Bəlkə də sizin mövzudan yayılırıq, hələ Yox, maraqlıdır və elə əsas məsələlər. Yəni biz Respublika günü, Azərbaycan Respublikasının yarandığı günü bilməyən bir 11-ci sinif şagirdindən biz nə tələb edərik bilərik? Hansısa qanunu tələb eləmək olar? Ya bizim anım günümüz var, 27-si sentyabrda, suverenlik günümüz var. Bunu bilməyən şagirddən nəsə, şagird olmasın, onun anası olsun. Onun anası onu bilmirsə, hansısa Respublika günü nədirsə, bayraq günü nə vaxt olursa, bunu bilməyən ana, valla uşağına heç nə verə bilməz. Heç o uşağın psixologiyası düzgün ola bilməz. Ana bəli, təhsilli olmalıdır, ana savadlı olmalıdır, ana bir düşündürücü bir kitab oxumalıdır. Heç uzağa getməyir, o Dostoyevskini, nə bilim, Tolstoy oxumasın. Azərbaycanın özünün yazarçılarımız var. O düşündürücü Səməd Vurğunun o şeirləri var, Bəxtiyar Vahabzadənin şeirlərinin. 2 kuplek oxusa valla o uşağa o ananın təsiri gedir. O südlə keçəcək o anıya, mümkün deyil, keçməyə bilməz. Hamilə qadınlar, bunu hamımız bilirik ki, yəni biz özümüz də üzr istəyir hamıdan. O deyirlər, Bakıda balizələr, sən canım bir kitab oxu. Lağlağı, zarafatla bizə deyirlər ki, get kitab oxu, uşağın savadlı olar. Mən elə bilirəm, mənim fikrim hardasa sizin fikirlərinizdən üst-üstə düşə bilər. Qəbul edirik. İlham müəllim fikrini alması. Mən söhbət çox maraqlı gedir. Əslində qalsa mövzularımız o qədər çoxdur ki, saatlarla, günlərlə ona vaxt lazımdır. Burada hər deyilən bir istiqamət var, sizin dediyiniz, o ciddi mövzudur. Sizin dediyiniz çox ciddi mövzudur. Sizin dediyiniz daha ciddi mövzudur. Görün, hələ bizim bir müzakirədə nə qədər aktual, cəmiyyət üçün, ailə üçün, xanımlar üçün, uşaqlar üçün nə qədər aktual mövzular var. Bunlar hamısı işlənməlidir. Elə cəmiyyət buradan yaranır da. Sağlam cəmiyyət ailələrdən başlayır. Ailələrdən başlayır. Cəmiyyət, kitabxana, məsələn, müəllim üçlüyü biləm. Çünki buradan yaranır da. Uşaqlar, kitabxana, yəni kitab töhfəti, kitabxana simvolikdə bir də məktəb kitab, ondan sonra gedirsən, məsələn, universitet həyatı və s. Biz nəsə onu fikirləşərik, çox aktual, doğrudan. Məsələn, ağlıma batır, məsələn, növbəti tədbirlərimizi kitabxanalarda, məsələn, həm kitabxana işçiləri, həm də oxucularla bir görüşlər. Çox əhəmiyyətli şeydir. Bəlkə də onu gün ərzində 2-3 dəfə eləmək olar ki, gələsində müxtəlif təbəqələrlə biz görüşək. Amma etiraz eləmə söz bizim layihəmizin leytmotivinə uyğun olaraq burada mənim qeydlərim var. Bunu mən oxuyayım, siz də onu diqqət edin. Çünki bunu deməsək ədalətsizlik olar. Demək, dostlar, layihədə mən ondan başladım, ondan sonra söhbətlərimiz davam elədi. Bu nədir? Ana və uşaq sağlamlığının kökü başlayır nədən? Reproduktiv sağlamlıqdan. Bayaq onu mən bir hissəsini dedim, amma istəyirəm onu biraz tez-tez oxuyayım, amma inanıram ki, siz üçün maraqlı olacaq. Nədir? Reproduktiv sağlamlığa təsir göstərə biləcək faktorlar. İnfeksiyon xəstəliklər, su çiçəyi, epidemik parotit, mən ola bilsin, tip işlər daha yaxşı. Cinsi yolla yolxanan infeksiyalar. Burada adları da var, müəyyən, məşhur xəstəliklərdir. Genital herpes, xlamidioz, trichomoniz və s. göbələk xəstəlikləri və s. Qeyri-infeksiyon xəstəliklər, piylənmə, ürək-damar xəstəlikləri, şəkərli diabet, stres faktorları, bunlar hamısı
Dediyim kimi bu əsas reproduktiv sağlamlığın təsir edən amillərdir. Davamlı stres, xroniki yuxu çatışmamazlığı, xroniki yorğunluq, bu 90% hamımızda var. Misal üçün, mən bəzən doğrudan da yatmaq məsələmdə çətinliyim var. Xanım o qədər dəqiq dedi, mən statistika mütəxəssisiyəm. Deməli, böyük statistika kitabım var, çox mükəmməl kitabdır. Artıq görürəm ki, yatmaq istəyirəm da, yox, belə yatıram. Onu görə həmən kitabı götürürəm, mütləq. Orada da biraz mövzular, ağır mövzulardır. 3 səhifə, 4 səhifədən sonra yoxdur, kitab qoydum, bitirəm, yatdım. Yəni, doğrudan da təbii yorğunluq üçün belə zehni, kitabın böyük əhəmiyyəti var. Bu deyəsən, o narkotik maddələrdən istifadə, erkən nikah, abortlar və sair. Reproduktiv xəstəliklərin profilaktikası, mütəmadi həkim müayinəsi, mama ginekoloq, uroloq, androloq və s. Stresin idarə olunması, bayaq burada deyilən şeylər, ailə planlaması olduqca önəmlidir, sağlam həyat tərzi. Sağlam nəsil formalaşdırmaq üçün ilk növbədə özünüzü qorumalısınız. 1. Valideyn olmaq üçün ən optimal zaman 18-35 yaş düzəldir. Doğuşdan sonra növbəti hamiləliyə qədər fasilə 18-23 ay olmalıdır. Mənim üçün maraqlıdır. Doğuşların sayı 4-dən çox olduqda ana və uşağın sağlamlığı üçün risk artır. Ailə planlaşdırması, hamiləlikdən qorunmaq üçün təhlükəsiz və düzgün metodla seçilməlidir. Hər hansı bir kontraseptiv üsul haqqında daha ətraflı məlumat əldə etmək və sizə uyğun üsul seçmək istəyirsinizsə həkimə müraciət etməlisiniz. Hər bir abort həm doğulmayan övladınıza, həm də öz sağlamlığınıza qarşı zorakılıqdır. Reproduktiv sağlamlıq sizin məsuliyyətinizdir. Belə böyük başlıqdır. Yaşınızdan və cinsinizdən asılı olmayaraq reproduktiv sağlamlığınızda ilk növbədə siz cavabdehsiniz. Özünüzə diqqət yetirin və sağlam gələcəyinizin təməlini qoyun. Unutmayın ki, sağlam həyat tərzi yalnız sizə deyil, ailənizə və cəmiyyətə də faydalıdır. Sağlamlığınıza dəyər verin, çünki bu sizin ən böyük sərvətinizdir. Ailənizə və cəmiyyətinizə dəyər verək. Bu, biz ümumi, konseptual yanaşmalar idi. İstədim ki, onu oxuyam. Başqa nə sualınız var? Başqa kiminsə hansısa bir fikri var, daha doğrusu. Mən sizin fikirlərinizi dinləmək istərdim.